Hər vaxtınız xeyir gözəl insanlar. Demək mən bu ağacları 3 ildir almışam. Demək 3 ildə mən bu ağacın 2 dənəsini satmışam. Məsələ nədir? Məsələ yenə deyəcəklər ki, çox danışır. Xeyr, çox danışmıram. Demək hər bir yolu keçdik, qaldıq indi bunu çay tikanı adından satmaq. Bu xeyr, yanlış bir fikirdir. Bu meyvəsini heç quşlar yemir demək olar. Çünki zəhər olduğu üçün. Maksimum insan üçün 2 dənəsini istifadə edə bilərsiniz. Bu tamam başqa bir şeydir. Bu pirkantadır. İndi satırlar. Keçən əvvəl bir nəfər mənə gəlib deyir ki, sizdə çay tikanı var. Deyirəm yox. Deyir, bəs o nədir? Deyirəm ki, o pirkantadır. Deyir, mən çay tikanı almışam 3 manada. Deyirəm ki, qardaş, o çay tikanı deyil. Çay tikanı mən 15 manada tapa bilmirəm. Yəni çay tikanı siz necə aldınız? İndi məsələ nədir? Bu çay tikanı deyil. Bu pirkantadır. Əgər üstündə meyvəni yoxlamaq istəyirsinizsə, kimsə çay tikanı adından verir. Çay tikanı açıq rəngdə olur, rəngi, meyvəsi. Çay tikanı belə əzəndə yağlı olur, bunun kimi olmur. Bu bir. Çay tikanı meyvəsi dəriləndə kənara qoysun. 3-4 saatdan sonra üz qatı qaralır. Bunun meyvəsini dərisiz, qoyursunuz qırağa. 1 sutkada qalsa, 2 sutkada qalsa xarab olmur. Yəni mənim deməyim odur ki, biabırçılıq deyil, vallahi yazıqdır. Yəni kimsə də alırsa bunu siz çay tikanı adından verirsiniz. Çay tikanın bir belə budağını 15 manatdan aşağı vermirlər. Siz belə ağaçları götürürsünüz 10 manada, 12 manada çay tikanı adından verirsiniz. Yəni bunun meyvəsi zəhəridir. Bu dekorativ ağac kimi əkilir. Bunun meyvəsi yeyilmir. Allahın quşu bu dəqiqə qışın vaxtında bu meyvəni yemir. Yəni əgər bunu quş yesəydi, deyərdim hə. Bu meyvə yeyilmir. Bu meyvə zəhərlidir və dekorativ ağacdır. Yəni dekorasiya kimi əkə bilərsiniz. İndi nə məsələ nədir? Yəni kimlər istəyirsə videonun sonuna qədər izləyər. Görürlər ki, sata bilmirlər. Malını iyiləcəlini var. İndi keçiblər meyvələrini yolublar. Çünki yarpaqları çay tikanı yarpağına oxşuyur. Xeyr, çay tikanın yarpağı bu yekəlikdə olmur. Çay tikanın yarpağı xırda olur. Bax, bu xırdalıqda olur. Çay tikanın iri yarpaqları olmur. Yəni, valla biabırçılıqdır. İnsanları aldatmaq nəyə lazımdır? Mənim videomda kimsə də əngəlləsə, lap belə nə deyim, hələ də bir kəlmə söz desin ona. Yəni, belə bir şeylər eləməyin. Bacardığınız qədər məhsulu halal satın. Bu, yəni çay tikanı deyil. Bu pirkantadır. Bu meyvə yeyilmir. Heç quş quşluğundan yemir. Amma çay tikanı meyvəsi yumuşaq olur. Qoparırsız üstündən. Ən azından 3-4 saatdan sonra qaralır. Heç cəmaət onu yığır, gətirir satmağa onu ən azından 1 sutka zora saxlayır. Yəni artıq qala bilmir. Ona görə mən sizdən xahiş edirəm ki, hansı bir məhsul alanda qarşı tərəfdən soruşun. Mənə gəlib deyir ki, 3 manada çay tikanı almışam, bax gör ağaca. Deyirəm, qardaş, alıbsan, yaxşı elibsən, amma o çay tikanı deyil. Apar 1 ildən sonra meyvəsi verəndə, gördün ki, meyvəsi, çay tikanı meyvəsi deyilsə də, gedin mən onun üzrə tüpürəcəm.